Hər birinizi salamlayıram əziz abituriyentlər. Ümidvaram ki, hər biriniz yaxşısınız. Biz bu gün sizinlə birlikdə Məhəmməd Füzulinin Məni candan usandırdı əsərinin təhlilinə baxacağıq. Qeyd edeyim ki, bu kanalda sadəcə ingilis dili fənnindən yaxud sadəcə ədəbiyyat fənnindən videolar olmayacaq. Yalnız 3-cü qrup fənlərinə fokuslanan bir kanal olacaq. Mən əlimdən gəldiyi qədər çalışacağam ki, bu 5 fənnin hamısına aid bir video hazırlayım, sizlərlə paylaşım. Bu videolar da sizin üçün faydalı olsun. Başlayaq əsərə. Ümumiyyətlə, Məni candan usandırdı əsəri Məhəmməd Füzulinin yaradıcılığının ən yüksək zirvələrindən birini təşkil edir. Çünki Məhəmməd Füzulinin ümumiyyətlə yaradıcılığının ən yüksək zirvəsini onun Azərbaycan türkçəsində yazdığı divanı təşkil edir. Və onun divanına həmin bu Məni candan usandırdı əsərdə daxildirmi? Bəli, daxildir. Məhəmməd Füzuli haqqında danışmağa ehtiyac duymuram, çünki siz zaten bilirsiniz ki, Məhəmməd Füzuli Azərbaycan yaradıcılığının, Azərbaycan ədəbiyyatının ən mükəmməl, ən yüksək şairlərindən biridir. Ona görə gəlin ilk öncə əsəri oxumaqla başlayıram. Ümumiyyətlə, birbaşa siz təhlilə qaçmayın. İlk öncə heç nəsə bir əsər oxuyun ki, sizin bilinçaltınızda bir fikir formalaşsın ki, burada şair mənə nə çatdırmaq istəyir. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm yanmazmı? Qamı bimarinə canan, dəva dərd edər ehsan. Ne üçün qılmaz mənə dərman? Məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən. Desəm o bivəfa bilmən, inanarmı, inanmazmı? Şəb-i hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlq əhvağanım, qara bəxtim oyanmazmı? Gül rüxsarına qarşı gözümdən qanlı axar su. Həbibim, fəxri güldür bu. Axar sular bulanmazmı? De cildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə tən eyləyən qafil, sən görcək utanmazmı? Füzuli ründü şeydadır, həmişə xalqa rüsvadır. Sorun kim bu, nə sevdadır? Bu sevdadan usanmazmı? Başlayıram hər bir beytin tərcüməsinə. Niyə imanla beyt adlandırdığımı da birazdan sizinlə əsərin ümumi təhlilində, məzmun və forma xüsusiyyətlərinin təhlilində bölüşəcəm. Hal-hazırda məzmun hissəsini təhlil edirik. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm yanmazmı? Məni candan usandırdı, yar cəfa etməkdən usanmazmı? Fələklər ahımdan yandı, muradımın şam yanmazmı? Burada bəzi 2 dənə söz var ki, düşünürəm ki, tərcüməsi sizə tam da aydın olmaya bilər. Hansı ki, onlara da nəzər yetirirəm indi. Usanmaz sözünün mənası usanmazmı? Cəfadan yar bezməzmi? Muradım isə, murad sözünün mənası isə arzu deməkdir. Arzumun şəm yanmazmı? Şamı yanmazmı? Şəm də zaten bilirsiniz ki, şam deməkdir. Murad arzu deməkdir. Usanmaq isə bezmək deməkdir. Qamı bimarına canan, dəva dərd edər ehsan. Ne üçün qılmaz mənə dərman? Məni bimar sanmazmı? Canan bütün xəstələrin dərdinə dərman bağışlayır. Nə üçün mənə dərman etmir? Yoxsa mənə xəstə saymırmı? Başlayaq bunda. Ne üçün qılmaz mənə dərman? Mənə bimar sanmazmı? Düşünürəm ki, burada ən belə gəlir söz ola bilər. Bimar ola bilər. Üzr istəyirəm. Bimar sözünün tərcüməsi isə xəstə deməkdir. Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən. Desəm o bivəfa bilmən, inanarmı, inanmazmı? Mən qəmi gizli saxlayardım, dedilər bunu yarə bildir. Mən o bivəfaya desəm inanarmı, inanmazmı? Mən qəmi gizli saxlayardım, dedilər yarə qıl rövşən, yəni yarə bildir. Bilmirəm, desəm o vəfasız inanarmı, inanmazmı? Şəb hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlq əfqanım, qara bəxtim oyanmazmı? Ayrılıq gecəsi canım yanar, ağlar gözüm qan tökər, əfqanım xalq oyadar, qara bəxtim oyanmazmı? Şəb hicran, ayrılıq gecəsi deməkdir. Ayrılıq gecəsi. Tökər qan çeşmi giryanım, gözüm. Yəni çeşmi giryan göz deməkdir.
Göz deməkdir. Oyadar Xəlqəf xanım, Qarabəxtin mayanmazmı? Bu arada digər, yəni əvvəlki hissədə üzr sayım fikrimdən çıxdı. Tərcüməsini yazmaq. Pünhan sözünün mənası da gizli deməkdir. Gül rüxsarına qarşı gözümdən qanlı axar su. Həbibim fəsli güldür bu. Axar sular bulanmazmı? Gül üzünə qarşı gözümdən qanlı su axar. Sevgilim, bahar fəslidir. Axar sular bulanmazmı? Decildim mən sənə mail. Sən etdin əqlimi zail. Mənə tən eyləyən qafil. Sənə görəcək utanmazmı? Mən sənə meyil salan deyildim. Sən mənim ağlımı aldın. Yəni mənə özünə aşiq elədin. Məni qınayan qafil. Səni görəndə utanmazmı? Qafil sözünün mənası isə xəbərsiz deməkdir. Xəbərsiz. Füzuli ründü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı? Füzuli heç nədən çəkinməyən eşq dəlisidir, həmişə xalqın yanında rüsvaydır. Soruşun bu nə sevdadır, bu sevdadan usanmazmı? Gəlin indi əsərin təhlilinə. Əsər ümumiyyətlə, bir dəqiqə bu hissəni silim ki, daha geniş şəkildə təhlil eləyə bilək. Əsər tərənnüm əsasında yazılıb və biz görürsünüz ki, tərənnüm əsasında dedim. Sizcə onda hansı növdə olur? Əlbəttə ki, lirik növdə. Niyə? Çünki tərənnüm var. Və qəzəl janrında Həcəz bəhrində yazılıb. Həcəz bəhri, yəni əruz vəznin bəhirlərini bilmirsinizsə, bunu mənə qeyd eləyərsiniz. Mən bununla bağlı da bir video çəkərəm. Ümumiyyətlə, nəzəriyyə hissəsindən hansısa bir zəifliyiniz varsa, onu şərhlərdə bildirərsiniz. Çalışacağım ki, ona da uyğun, yaxşı, anlaşılır bir video çəkim. Həcəz sözünün mənası isə ümumiyyətlə xoşa gələn avaz deməkdir. Xoşa gələn avaz deməkdir. Füzulinin bayaq da qeyd etdiyim kimi yaradıcılığının zirvəsini təşkil edən Azərbaycan türkcəsindəki bu divanına aiddir, aiddir. Bir də siz soruşa bilərsiniz ki, qəzəldə rədif var ya yox? Xeyr, qəzəldə rədif yoxdur. Qəzəl ilk misra əsasında adlandırılıb. Bu lirik olan hissələri silirəm. Əsər ilk misra əsasında adlandırılıbmı? Adlandırılıb. Onu da bir işarə eləyək sizin üçün. Məni candan usandırdı, cəfadan yar usanmazmı? İlk misra əsasında adlandırılıb. İlk misra adlandırılıb. Əsərdə alınma sözlərdən istifadə olunsa da, əsərin ümumiyyətlə mənası çox aydın və anlaşılıdır. Yəni, burada bizim üçün bir çətinlik yaradacaq hissə yoxdur. Fikir verdiyiniz üzrə hər beytdə bədii sualdan istifadə olunub. Yəni, bu o deməkdir ki, əsər bədii sual üzərində qurulubmu? Qurulub. Gəlin, nəzər yetirək bədii suallara. Usanmazmı? Yanmazmı? Sanmazmı? İnanmazmı? Oyanmazmı? Bulanmazmı? Utanmazmı? Usanmazmı? Gördüyünüz kimi hər beytdə bədii sual var. Bədii sual. Bəs siz soruşa bilərsiniz ki, bədii sual nədir? Bədii sual cavab tələb etməyən sualdır. Bədii sual cavab tələb etməyən sualdır. Bunu bəzən ritorik sualda adlandırırlar. Sualdır. Ümumiyyətlə, bədii ifadə vasitəsinin növüdür. Fikri daha qüvvətləndirməyə xidmət eləyir. Yəni, dediyim kimi, burada cavab tələb olunmur. Sadəcə fikri daha güclü ifadə eləmək üçün, daha emosionallaşdırmaq üçün istifadə olunurmu? Olunur. Birinci beyt istisna olmaqla digər bütün beytlərdə daxili qafiyədən istifadə olunub. Yəni, daxili qafiyənin nə olduğunu bilməyənlər, bədii sualın nə olduğunu bilməyənlər də yenə dediyim kimi şərhdə qeyd eləyirlər. Nəzəriyyə hissəsindən də bir video çəkərəm. Əsərdə şairin adı çəkilir. Lakin şairin özünə
müraciət yoxdur. Baxın, əsərin sonuncu hissəsində xüsusilə deyəndə ki, bir orada çəkilib adı Füzuli. Ründü Şeydadır, həmişə xalq rüsvadır. Bu hissədə adı çəkilib, lakin özünə müraciət yoxdur. Bəs bunu hansı əsərlə oxşar cəhət kimi götürə bilərik? Ümumiyyətlə bu tipdə əsərlər, necə deyim, qısa əsərlər, qəzəllər daha doğrusu, adətən bizə sual kimi Venn diaqramında qarşımıza çıxır ya da açıq suallarda deyir ki, bunun bundan fərqli cəhətini müəyyən edin ya da oxşar cəhətini müəyyən edin. Gəlin mən sizə Venn diaqramı şəklində göstərim. Baxın, bu sizə bir. Həmçinin burada birini çəkirəm. Yox, bir dəqiqə. Yəni tam aydın, qəşəng olmasa da ümid edirəm ki, nə demək istədiyimi başa düşəcəksiniz. Mən bura bir sığmazam yazıram. İmadəddin Nəsimi. Bir də bizim bu təhlil etdiyimiz Məni candan usandırdı əsərini. Sizcə burada mən ortaq cəhət nəyi götürə bilərəm? Hələ ki, fərqli hissələr toxunmuram. Ortaq cəhət nə ola bilər? Əlbəttə ki, şair sonuncu hissədə öz adını çəkir, lakin özünə müraciət yoxdur. Sığmaz zamanda sonuncu hissəsi belədir ki, gərçə bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, bundan uludur ayətim, ayət şanə sığmazam. Gördüyünüz kimi deyir, mən Nəsimiyəm, Haşimiyəm, Qureyş olmağındanım, amma özünə müraciət yoxdur. Bunun ortaq cəhəti kimi bu dediyimi götürə bilərsinizmi? Götürə bilərsiniz. Ümumiyyətlə bu tip suallar son bir neçə ildir ki, blok suallarında istifadə olunur. Adətən əsərləri təhlil edərkən onun digər əsərlərlə fərqli yaxud oxşar cəhətlərinə də baxın. Ən çox oxşara baxın. Çünki fərqlini ayırt eləmək bir necə deyim, rahat olur. Bir də məsələn bir fərqli cəhətlə toxunum ki, Sığmazam qəzəlində yenə sığmazam bütün beytlər işlənilib, lakin burada sığmazam rədifdir. Bizdə isə rədif yoxdur. Məsələn, başlayır əsər ki, məndə sığar ki cahan, mən bu cahana sığmazam, Cəfərullah məkan mənəm, kövnü məkana sığmazam, əşlə fəşlə kafinun, məndə bulundu cümlə üçün kəs sözünü və əbsamal, ol şərh-i bəyanə sığmazam. Yəni burada da rədifdən istifadə olunub, lakin Məni candan usandırdı. Rədifdən istifadə olunubmu? Xeyr, istifadə olunmayıb. Keçək ikinci hissəyə. Məsələn, əsərin şah beytindən maraqlanaq. Şah beytinin nə olduğunu soruşanlar üçünsə, şah beyt fikrin daha dolğun deməyim, əsərin ideyasının daha çox qabardıldığı hissəyə əslənib ki, əsas fikir orada ifadə olunan hissəyə biz əsərin şah beyti deyirik, kimi deyirik. Sizcə burada şah beyti nə olar? Əlbəttə ki, şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Oyadar xəlq əfqanım, qara bəxtim oyanmazmı? Ayrılıq gecəsi canım yanar, gözümdən qanlı su axar. Oyadar xəlq əfqanım, qara bəxtim oyanmazmı? Əsərdə güclü metafordan istifadə olunub, yəni ümumən bu hissədə güclü metafordan istifadə olunub, bədii təzaddan istifadə olunub, mübaliğədən istifadə olunub, bədii təzad fikirlərin bir-biri ilə zidd olmasıdır. Metafor insana aid xüsusiyyətin başqa bir əşya üzərinə köçürülməsidir. Mübaliğə isə hansısa bir olayın, hadisənin şişirdilməsidir. Məsələn, burada deyir ki, gül rüxsarına qarşı gözümdən qanlı axar. Mənim gözümdən qanlı su axmağı mübaliğədir. Artıq mən bir olayı böyütmüşəm. Yaxud da ki, bu şah beytimizdə tökər qan çeşmi, şəbi hicran yanar canım, tökər qan çeşmi canım, oyadar xalq əfqanım. Mənim əfqam o qədər güclüdür ki, bu xalqı oyadır. Bu da bir mübaliğə kimidir. Mübaliğədir. Keçək ikinci bu beytə. Gül rüxsarına qarşı gözümdən qanlı axar su, Həbibim fəsli güldür, bu axar sular bulanmazmı? Qeyd etdiyim kimi burada mübaliğə var. Gözümdən qanlı axar su istəyirsə mübaliğədir və bədii sualdan istifadə olunubmu? Əlbəttə ki, olunub. Çünki zaten bütün beytlərdə bədii sualdan istifadə olunubmu? Olunub. Gələk əsərdəki aşiq obrazının haqqında danışaq. Əsərdəki aşiq obrazı cəfakeş və səciyyəvi xüsusiyyətlərlə diqqəti cəlb edən bir obrazdır. Və siz soruşa bilərsinizmi? Ay müəllim,
Lirik qəhrəman sonda öz istəyinə çata bilir. Bu arada müəllim adlandırmağıma baxmayın, mən də sizin kimi abituriyentəm. Lirik qəhrəman öz istəyinə çata bilib ya yox, çata bilməmişdi. Bunun da oxşar cəhdinə hal-hazırda gələcəm. Elə burada yazım ki, yadımdan çıxmasın. Qəhrəman öz istəyinə çata bilməyib. Bəs bunun oxşar yaxud fərqli cəhətini biz harda görəcəyik? Birazdan o məqama da toxunacağam. Aşiq öz hisslərində səmimidir, sədaqətli və cəfakeşdir. Onun ta birinci misradan sonuncu misraya qədər siz ah naləsini görə bilərsiniz. Lakin o bu qədər ah naləsi olsa da, hər şeydən usansa da, məşuqənin yolundan dönməyi ağlının ucuna belə gətirmir. Burada lirik qəhrəman öz sevgisini gizli tutur. Gizli tutmağının səbəbi də fikirləşir ki, məşuqə, yəni onun sevdalı olduğu varlıq ona inanar yoxsa yox. Qəmim pünhan tutardı, mən dedilər, yarə qıl rövşən. Desəm ol bir vəfa bilmən. İnanarmı, inanmazmı? Mən bilmirəm, yəni ona desəm o mənə inanar yoxsa yox. Buna görə də o biraz tərəddüddür, yəni fikrini gizli saxlamağı daha üstün tuturmu? Bəli, tutur. Bu hissəni silək. Sonra nə qəti yetirə bilərik? Ən belə qarışdırılan məqamlardan da biri odur ki, ümumiyyətlə bu əsər çox çətin bir əsər deyil. Çox yox, ümumiyyətlə heç çətin bir əsər deyil. Burada sadəcə bəzi incəliklər var, onu da hal-hazırda qeyd edirəm. Burada şair, yəni lirik qəhrəman sevgilisini bivəfa adlandırılır. Baxın, bivəfa. Bivəfa adlandırır. Lakin Həbibim deyə müraciət eləyir. Gül rüxsarına qarşı gözümdən qanlı axar su, Həbibim fəsli güldür bu. Axar sular bulanmazmı? Sevgilim bahar fəslidir. Axar sular bulanmazmı? Həbibim deyə müraciət edir. Həbibim deyə müraciət edir. Yəni ən çox qarşılanan məqamlardan budur. Sualda sizə verə bilər ki, Məhəmməd Füzuli Məni candan usandırdı əsərində aşiq, məşuqəni necə adlandırır? Bivəfa adlandırır. Bəs nə deyə müraciət eləyir? Həbibim deyə müraciət eləyir. Dediyim kimi, bunu mütləq qeyd edin ki, bu ən çox çaşdıran məqamlardan biridir. Qəzəlin sonuncu beytində aşiq öz eşqi yolunda rüsva olsa da bu yoldan dönməyi ağlının ucuna belə gətirmir. Aşiq əvvəl məşuqəyə meyilli olmasa da onun gözəlliyi, yəni məşuqənin gözəlliyi aşiqin ağlına başından alır. Və siz soruşa bilərsiniz ki, bu əsər yalnızca real eşqin yaxud yalnızca ilahi eşqin üzərinə qurulub. Bu əsər həm real eşqin, həm də ilahi eşqin sədalarını öz ətrafında birləşdiribmi? Birləşdirib. Gəlin, bayaq sizə qeyd etmək istədiyim bəzi məqamlara toxunaq. Mən dedim ki, beyt məsələsində yazılmağına da gələcəm. Niyə beytdə yazılıb? Çünki bu əsər qəzəl janrındadır. Ümumiyyətlə, beyt ikilik deməkdir. Beytdə yazılanlar isə, beyt şəklində yazılanlar isə qəzəl, qəsidə, qitə və məsnəvidir. Burada qitəni digərlərindən fərqləndirmə xüsusiyyətim də ondan ola bilər ki, qəsidə ən azı 15 beytdən ibarət olur. Lakin qitə isə 5, ən çoxu isə 10 beytdən ibarət olurmu? Olur. Sonra oxşar cəhətlərə gəlmişdim sizə, hətta yazdım ki, mənim yadımdan çıxmasın. Onu da gəlin qeyd eləyək sizinlə. Bir dəqiqə bir Venn diaqramı qurum. Qurdum. Bu tip suallar siz daha çox 20 sınaqda görə bilərsiniz. 20 sınağın situasiya suallarında həqiqətən demək olar ki, Venn diaqramlarına, oxşar və fərqli cəhətlərə üst tutulub. Bura yazıram Dəhnamə, Şah İsmayıl Xətainin Dəhvanəsi.
Bir də Məhəmməd Füzulinin Məni candan usandırdı. Burada fərqli cəhətlə kim götürəcəm? Burada fərqli cəhət bizim əsərimizdə, yəni hal-hazırda təhlil etdiyimiz Məni candan usandırdı əsərində lirik qəhrəman öz istəyinə çata bilməyib. İstəyinə çata bilməyib. Lakin burada lirik qəhrəman öz istəyinə çata bilib. Hər ikisində lirik qəhrəman aşiqdir. Aşiq öz istəyinə çata bilibmi? Çata bilib. Hətta əsərin sonunda aşiqlə məşuqə bir müddət birləşsələr də, ən sonda halallaşıb bir-birlərindən ayrılırlar. Daha sonra fərqli cəhət kimi siz nə götürə bilərsiniz? Götürə bilərsiniz ki, Dəhnamə əsərində Bahariyədən istifadə olunub. İlk dəfə Azərbaycan ədəbiyyatındakı hansısa bir əsərdə poema Bahariyədən istifadə olunub, rəmzi obrazlardan istifadə olunub. Bunlara aid etmək asandır. Mən sadəcə sizin üçün həm oxşar, həm də fərqli cəhətlərin təqdim eləməyi üstün gördümmü? Gördüm. Ümid edirəm video hər biriniz üçün faydalı olar. Hansısa bir sualınız olsa da rəy bölməsində bildirməyi unutmayın. Bu tip videolarımızın davamı da olacaq. Ümid edirəm ki, yenə də sizin üçün faydalı olar. Xüsusilə hansısa bir mövzunun izahını istəyirsinizsə, şərh bölməsində bildirməyi unutmayın. Mən onu sizin üçün sizə sevə-sevə təqdim eləyəcəyimdən əmin ola bilərsinizmi? Bilərsiniz. Bu arada sağollaşmadan əvvəl bunu da qeyd edeyim ki, Dəhnamə əsəri, Şah İsmayıl Xətainin Dəhnamə əsəri Azərbaycan ədəbiyyatındakı ilk dəhnamə deyil. Azərbaycan ədəbiyyatında ilk dəhnaməni Marağalı Əhvədi yazıb. Lakin aralarındakı fərq o fars dilində yazıb. Ümumiyyətlə Azərbaycan ədəbiyyatda ilk dəhnamə müəllifi Şah İsmayıl Xətai deyil. Ondan əvvəl Marağalı Əhvədi yazıb. Lakin Şah İsmayıl Xətainin yazdığı dəhnamə ilk dəfə Azərbaycan dilində dəhnamədir və digər fərqli xüsusiyyəti isə orada rəmzi obrazlardan geniş şəkildə istifadə olunmağıdır. Bunu da sizə çatdırmağı özümə borc bildim. Ümidvaram ki, bəyənərsiniz. Sağ olun, salamat qalın.